Ay yox, mən bilmirəm nədir. Tək mən olmamışam ki, Yusif abi də olub. Ay yox. Az zarafat edir. Zarafat edirsənsə qəş, yəni Yemirəm qardaşım, dəyməmişəm abi, dəyməmişəm, o pula dəyməmişəm. sən qoyursan la. Aç götürməmişəm deyirəm. Yaxşı. Az zarafat edir. Ataba ilkin evə girəcək. Burada yazanların hamısını evdə eləyəcək. Xəbərin olsun. Buna bax. Gizli evə girim, nə bilim nə. Dastan yazıb bura. Ay dünya, daha demir ki, biz də YouTuberıq. Yəni bizə belə bir şeylər keçmir də yəni. Deməli Yusif, səssiz olursan, heç nə demirsən. Mənim taktikalarım var, Yusif əminlə də taktikalarım var. Ona bir dənə qəşəng qışqırtma eləyirik dostlar bu videoda. Möhtəşəm bir qışqırtma gəlir. İzləyin dostlar. Gəldi, çəkə bildin? Çəkdim abi. Nə çəkdin bax ha? Film çəkdik də. Allah sənə var eləsin. Necə videoydu? İndi baxarıq, yaxşı görək də necətdə. Həqiqətən də Yusif mənə bunu elədi. Çox pis oldu da, yəni mən bunu gözləmirdim. Mən bunu gözləmirdim ki, yəni qəfildən yəni girəsən evə belə bir şey eləyəsən. Abi şey oldu. Bütün otaqlar zat hamısına icazə verdiyin üçün çox sağ ol. Çox sağ ol. Orada prosta mənim pulum zadım var orada. Oralara girməmisən ki. Hamısına girilməyə icazə. Otağa mən icazə verməmişəm. İndi sən girib uşaqdan sən eləmisən, girmisən evə, olmaz axı elə şey. Gedik abi film çəkəcəyik. Yox qardaş, sən indi bəlkə gedim mən baxım görüm, bəlkə də pul yoxdur orada. Belə necə olur da qardaş, sən gəlib girmisən evə, uşaq evdədir. Sən uşağı bəlkə alladımsan, girmisən evə. O film çəkilir də hamısına. O film çəkirsən, evin böyüyü var. Sən gəlib böyüyündən xəbərsiz girmisən evə. Bu nədir? Xəbərin yox, var idi axı. Ala yox, necə yəni? Sən indi get baxım bir dənə mənə. İlkin, bax, o otağa girmişdin sən. O otağa girmişdin. Otaqda termos üstündə nə qoymuşdun? Pul qoymuşdum da. Bilmirəm, görməmişəm. Görməmsən? Bax 150 manat pul qalıb orada, brat. Dəyməmişəm. Necə dəyməmisən? Sən girmisən də evə, kim götürüb? Qonşu gəlib götürüb. Nə qədər olmalıydı orada? 200 olmalı, 150-dir, 50 manat. İndi uşaqsan da götürüb qoyub xərclik eləyə bilərsən də, olur da elə şey. Bəlkə indi ehtiyatı saldı olur. Abi o da. siz xəstəsiz. Necə yəni? Danışsan sən. Bəlkə indi nəyisə. İndi onlar da çəkdi də indi. Nəyə çəkirik bizdə o şey? Yəni onlar da yəni şeydir. Prosta deyirəm ki, çəkirəm ki, yəni birdən nəsə danar dediyim nəsə alıb. Bəlkə indi mən bildiyim 50 manatdır. İndi bəlkə sənlə başqa şey də götürmüsən, brat. Yəni mən səni tanımıram. Çox da sən YouTube-dasan məsələn, mən nə bilim. Şoklu olması bir şey var burada. Sən necə deyim sənə bax, mən əgər 50 manatdırsa mən sənə o bağışlayaram. Yəni problem deyil. Başqa şeyə nəyəsə dəyməmisənsə problem. Bəs 50 manata da dəyməmişəm mən. İndi onlar da indi pis olursan, başa düşürəm səni. Yox, narahat olma. 50 manatı götürmüsən sən. Götürməmişəm. Otur qardaşım, otur bir dənə. Əyləş qardaş. Sən düz eləmirsən axı. Ya otur bir dənə, otur. Yox, sən dəqiq yetişməsə də verməmsən. Yox, termonun qabağına qaş 150 manat pul qoymuşam. Hüseyndən hasarı götürüb. Hüseyn Yusifi çağır bura qardaşım. 150 yoxsa 200 manat. Elə bir 150 qalıb da 200-ü qoymuşam, çıxmışam evdən. Hasarı Yusifdən götürdüm ha. Hə. Xəbərin var idi hamısından. Mənim xəbərim yox idi. Xəbərin var idi hamısından. Qardaşım, mənim necə xəbərim olsun? Uşaqdan götürmüsən, danışmısınız, girmisən, video çəkmisən. Allah səni var eləsin. Qəşəng kontenti çıxardırsan. Amma pula dəyməyin yeri yoxdur axı. Lan niyə dəymə? Yəni gəl təmiz danışaq. Sən videoya görə pula dəymişsən? İndi ola bilər götürüb nə suza da almısan nəsə cibində. İndi üstündədir bəlkə elə. Bu düzgün deyil. Bir dənə üstündə satda yox. Abi bu düzgün deyil abi. Bu Allah haqqı düzgün deyil. Bəlkə sən səhv qoymusan, biz də düşünürük. Yox, mən bilmirəm nədir. Tək mən olmamışam ki, Yusif abi də olub. Yox, qaş bir video çəkdin, Allah Hüseyn mənlə bir yerdə İndi mən sənin kanalında lap videoda baxaram. Lap Allah var eləsin. Qəşəng də video çəkərsən yəqin ki. Amma mən məsələn gəlmişəm, burada məsələn bu çəkirik bu özümüz üçün, lap paylaşmarıq bunu. Yəni belə sadəcə bu söhbəti eləyirəm ki, sonra bəlkə böyük bir problemlər olar da, başa düşdün? Yəni ona görə çəkirəm ki, yəni öz aramızda baxaq da bu məsələyə. Belə söhbətdən sonra bir də mən gəlməyəcəm heç. Gəlmə, qardaşım, sən bir söz demirəm. Məsələn, gəncsən, səhv də eləyə bilərsən. Sənin səhvlərin elə qabaqdadır, eləyə də bilərsən. Götürmüsənsə, əgər gördə insan da məsələn, belə deyək də. Çəkirəm ki, bizən məsələn, dananda nəsə sonra mən baxıb sənin mimikalarından bilim ki, sən bəlkə mimikalardan hiss etmək olur da yalan danışdığın. Məsələn, belə ona görə çəkirəm. Pis olmuyor qardaşım. Mən sənə deyirəm 50 manat sən 50 manat bir pul deyil. Mən də kasıb adamam. Mən də kirayədə qalıram. Bilirsən nədir məsələ? Məsələ odur ki, o görmüsən, demisən ki, məsələn, o adam pulu
Dəqiq, nə biləcəklər məsələn videoda. Bəlkə sən mən qışqırtma eləyirsən, mənim xəbərim yoxdur. Heç nə eləmirəm. Bəlkə də qışqırtma eləyir. Heç Doğrudan götürürsən mənə Bəlkə məzərərsən. zarafat eləyir da. Az zarafat eləyir. Zarafat eləyirsənsə qəş, yəni eləmirəm, Bəlkə qardaşım, verəcək, dəyməmişəm abi, dəyməmişəm, o pula dəyməmişəm mən. doğrudan Heç nəyə dəyməmişəm. sən qoymusan la. Yox, Onda sən hər gün girdiyin çıxdığın evdə mən heç Ay, yox, bu həmişə gəlib gedən oğlandı. Yəni ki, burada Mən heç nədən xəbər- 1 manat əski olmuyor. Mən də Nətər oldu sən gəldin? Pulu səhv hesablamısan. Qoş belə tutmasa pul problem deyil ha, onu sənə bağışlayaram. Yəni problem deyil. Düzgün deyil. Amma sən bir dənə deyirsən ki, mən götürmüşəm onu. Düzgün deyil. Mən gedirəm. Doğrudan Mən gedirəm. pulu qoy get də Murad. İndi Mən yoxun. götürməmişəm deyirəm. İndi yoxundursa problem deyil. Yoxunsa sonra verərsən. Yəni problem deyil. Yəni bax burada 200 manat pul var idi. Termon qabağına qoyulmuşdu, düzdür? Nəsə videonu paylaşmayacağam. Ala paylaşma özün bilərsən. Məsələ budur ki, sən o pulu niyə götürürsən qardaşım? Cebdən qaldı sonra. Ay yox, lazım deyil, gözlə bir dəqiqə. Ay yox, dayan bir dəqiqə. Bir ocağın sağ olsun, 50 manatdır da bura. Abi elə şey olmur. Nə 50 manatı, nə danışırsan? Aa, 50 manat puldur da canın sağ olsun. 50 manata görə kim Götürməmişəm. O götürmüsən də Niyə götürüm o pulu? Ay, sən nəsən dəhşət. Ala götürmüsən də bura. Mən götürməmişəm deyirəm. Yaxşı, bura. Zarafat eləyir, yaxşı. Allah var eləsin uşaqlar. Necə idi? Xoşu gəldi belə şeylərdən, hə? Bu da qışqırtmanın dalı idi. Hə, bax belə eləyirlər adamı. Mən YouTube eləməm, mənə sən elə qışqırtmalar eləmə. Bax qışqırtma o əsr ürəyi. Qurana bir dənə ürəyinə qoy. Baxın. Yox, qırağa Rolumu necə oynadım uşaqlar? Hə? Sən də Qırağa çəkim zat deyil. Çox pis oldu ya uşaq. Ha. Estağfurullah. Valla uşaqlar, mən belə bir xarakterdə deyiləm ha. Yəni uşaqlar da xətini pis olmamısan? Zarafat eləyirəm ha. Yəni incə yüz adı yoxdur ki. Qorxdum 100%. Qorxdum. İzlili yoxdur ki inşallah. Yox abi, yox. Yəni əmi kimi sənə zarafat elədim. Sən mənə necə zarafat elədin? Mən film çəkmişdim abi. Çox qəşəng video çəkib, inşallah paylaşacaq. İzləyə bilərsiniz və bu da mənim sənə bir sürprizim olsun. Qəşəng idi. Təşəkkür belə videoda çəkim Təşəkkür edirəm əzizim, var o. Hə, onunla da bir problemin olmasın. Mənlə də təşəkkür edirəm ki. Belə videolar daha çox gəlmək üçün, amma gəlməsin belə videolar. Ya belə qışqırtma olmaz, amma prosta sadəcə bir dənə göstərdik ki, yəni bizdə də var. Sadəcə həyatımda saxlamışıq. ilk dəfə mənə oğru. Ürəyi çırpınırdı uşaqlar Allah. Adam mən özümə də elə pis təsir eləyə bilər də. Yox, özəyə bir etiraf eləməyimi gözləyir deyə. Götürmüsənsə deyil. Deyil, heç nə olmaz, qalsın səndə deyil. Bəli, belə videolar üçün like atın, hər iki kanala dəstək olun. Özünüzdən müğayət olun. Gələn videoda görüşərik. Salamat qal, mən oğru deyiləm. Amma Azərbaycanda çox YouTuber başqalarının videolarını oxuyur. Sağ olun.